Salam değerli dostlar, kanalımızın aktif izleyicileri. Hoş gördük. Bugün de yeni video ile karşınızdayıq ve başlangıç olarak başlamışıq Lor Hospital filialımızın önündən. Ama hara gedirik? Referans Göyçay Tibb Mərkəzinə. Vüsalə doktor, Lor həkimi Vüsalə doktorla görüşümüz olacaq. Oradaki pasiyentlərlə audiometriya müayinəsi eləyəcəyik, görüşlər keçirəcəyik və eşitmə cihazlarını tətbiq eləyəcəyik. Hazırsınızsa başlayaq. Yol tam olarak 2 saat 55 dəqiqə göstərir. İnşallah saat 9'da olmalıyıq orada. Yol boyda maraqlı söhbətlərimiz olacaq. Bu ümumiyyətlə bu tip vlogları biz istəyirik daha tez-tez edək. İnşallah ki növbəti vloglarımızda başqa referansın başqa mərkəzlərinə olacaq. Hansı ki orada eşitmə cihazına tələbat çoxdur. Hansı ki eşitmə müayinəsi istəyirlər, audiometriya müayinəsi istəyirlər və eşitmə cihazı istəyən pasiyentlərimizə yaza da bilərsiniz videonun altından ki, hansı şəhərdə, referansın hansı filialında bizi daha çox görmək istəyirsiniz. Təbii ki, biz də komandamızla bu sizin fikrinizi dəyərləndirəcəyik. İnşallah yeni sezondan daha çox səfərlər, daha çox tibb mərkəzlərinə, klinikalara gələcək. Və söz arası dedim ki, ən çox tələbat olan, hal-hazırda tələbat çox olan yerlərdən demək olar ki, birincisi Naxçıvan referans Naxçıvan Tibb Mərkəzinə də inşallah yeni sezondan. Yeni sezon dediğimiz zaten bizim sezon ümumiyyətlə sentyabrdan başlayır. Yəni ümumi sezon. Bu sentyabrdan Allah qoysa Naxçıvana da səfərlərimiz olacaq. İnşallah Naxçıvan vlogunda paylaşacağıq. Naxçıvana bilirsiniz, təyyarə ilə gedirik. O videoların hamısı paylaşılacaq. Orada da nələr eləyirik. Naxçıvana gedəndə bir günümüz necə keçir. Onun haqqında da video paylaşılacaq. Daha sonra bizdən yorumların elə altında yazan pasiyentlər, müştərilər şəkini ən çox görmüşəm. Düzdür, ola bilsin ki, YouTube videolarında çox görünməsə, Instagramda müraciətlər çox olur. Həm direktdə, mesaj bölməsində, həm də yorumların altındakı şəki Qax Zaqatala bölgəsinə tez-tez gəlin. Zaqatalaya inşallah orada bizim yeni sezondan sentyabr ayından səfərlərimiz olacaq, biləsiniz. Zaqatala və ətraf rayon sakinləri, Şəki ətraf rayon sakinləri, zaten Naxçıvan bilinsin. Naxçıvan zaten Naxçıvan və Naxçıvan rayonlarıdır da, kəndləridir. Onlar da bilirlər. Gəlməmişdən bir həftə, 10 gün öncəsindən storylərdə paylaşırıq biz. Bir də planım nədir? Allah qoysa inşallah Türkiyədə bir vlog paylaşaq. Orada nə etmək istəyirik? Orada sizə göstərək ki, biz cihazları kimdən əldə edirik. Bizim rəsmi distributor olduğumuz audio servis eşitmə cihazlarıdır ki, hansı ki böyük bir şirkətdir. Onların işte fəaliyyəti, onlarla görür. Orada İstanbulda məsələn bir günümüz necə keçir? Ümumiyyətlə fərq varmı Azərbaycandakı eşitmə mərkəzləri ilə Türkiyədəki eşitmə mərkəzlərinə? Yəqin ki, bir neçə günü sığışdırıb, bir günlük bir vlog hazırlayıb, inşallah onu paylaşmaq niyyətimiz var və sonrasında da təbii ki, ara-ara bu həkimlərlə studiyada paylaşdığımız maraqlı müzakirələr, maraqlı suallara verilən cavablar. İnşallah növbəti videomuzda, Allah qoysa, həkimlərlə olan videomuzda inşallah istəyirik Xəyam doktorla eləyək. Xəyam doktor biz Lor Hospitalın baş həkimidir, uzman doktordur. Xəyam doktorla istəyirik koklear implant haqqında danışaq. Yolüstü yuxulamamaq üçün təbii ki Red Bull və atışdırmaq üçün yüngülvari ya bulku ya da nəsə fərqli bir şey. Hər dəfə də bizim yol üstü denk gəlir tam stora. Tam storda istədiyimizi tapırıq həqiqətən də. Sən təzənə pişib, oradan götürək. Burada həmişə təmiz pişmiş un məmulatları olur. Mənim çox xoşuma gəlir. Canınız sağ olsun. Sterling siqar. Deməli, az qalıb
1 saat 26 dəqiqə, ona işləmiş 10 dəqiqə çatacaq. Allah qoysa. İnşallah. Çataq. Çataq görək vəziyyət nə yerdədir, neçədə müayinəmiz olacaq, kimlər olacaq, müayinələri sizə anbanı çəkib göstərəcək, audiometriya müayinələrini və audiometriya müayinəsindən sonra eşitmə zəifliyi olacaqsa, sensionevral tip eşitmə zəifliyi olacaqsa, pasiyent də əgər qərar veribsə, eşitmə cihazı istifadə eləməyə hazırdırsa, onlara eşitmə cihazı həm yoxlanışını həyata keçirəcək, həm də istəsələr satışını da həyata keçirəcək. Eşitmə cihazı istifadə etmək istəməyən pasiyentlərə demək istəyirəm ki, hər keçən gün beyin səsləri anlama qabiliyyətini biraz daha itirir. Bizə ən çox yaxınlaşan pasiyentlər nə deyir? Mən 2 il bundan qabaq yoxlatmışdım. Dünən də getdim yoxlanışdan keçdim. Baxıram ki, heç bir fərq olmayıb. Elə 1-2 ildə belə gedər yəqin. Biraz da qocalıb eşitmə cihazı götürərəm. Birincisi, ona heç kim zəmanət verə bilməz ki, 1-2 ildə belə gedə bilər. Yəni 2 ildə heç bir dəyişiklik olmayıbsa, bu demək deyil ki, 2 ildən sonra da elə olacaq və yaxud 6 aydan sonra da elə olacaq və yaxud 3 il sonra da belə olacaq. İkinci bir məsələ, kağız üzərində eşitmə dərəcəsi eyni göstərə bilər və yaxud 1 aşağı, 1 yuxarı, 5 aşağı, 5 yuxarı göstərə bilər və ümumi fonda bəli, sizdə 2 il ərzində heç bir dəyişiklik yoxdur deyilə bilər. Amma beyin tənbəlləşir. Beyin səsləri ayırd etməyi unudur. Yorğunluq, süstləşmə, yəni o artıq beyində öz işini görməyə başlayır. Qulaqda görməsə də, qulaqda hiss etdirməsə də beyin artıq o problemi yaşamağa başlayır. Siz nəyin ki bugün, onsuz da o bugün də götürməyəcək eşitmə cihazını, çünki o zaten o rəqəmi görüb, o almayacaq o eşitmə cihazını. Siz 2 il bundan qabaq o nəticə aşkarlananda ki, siz də həmən gün əldə eləməliydiniz ki, 2 il keçib üstündən, 2 il mən bu qədər gecikdirmişəm, hələ bir 2 il, 3 ildə gecikdirmək niyyətindəyəm. Ona görə də başqa şeylərə uymayın. Görürəm, gələn pasiyentlərin çoxsu əlində telefonla, ChatGPT ilə məsləhətləşir, nə bilim, başqa o sosial AI texnoloji şeyləri var, applicationlar var, proqramları var, ondan məsələn. Tamam, yəni biz də həyatın bir müəyyən bir nöqtəsində biz də suallar veririk, işlə bağlı bizdə də məsəl üçün videolar hazırlananda, hansısa bir məqalədən, hansısa bir kesitdən, bir fraqman, nələrsə soruşuruq edirik. Amma bu sağlamlıqla bağlı olan şeyləri gəlin biz başqalarından soruşmayaq da, belə qulaqdan dolma fikirlərlə kimlənsə. ChatGPT-nin özündən hətta deyir ki, ChatGPT hata yapa bilir. Bəli. Hətta bir neçə aya qədər daha dəqiq məlumat verirdi şeylə bağlı. İndi məlumat vermir, deyir həkimə müraciət edin. Ya qısa səthi məlumat verir, amma bəli, ChatGPT belə xəta eləyə bilər. Tamam, amma ən azından soruşanda nə soruşun? Soruşanda soruşun ki, lap o müayinədən keçmisiniz, həkimə getmək istəmirsiniz də, o müayinənin nəticəsini çəkin, soruşmaq istəyib, soruşun ki, bu eşitmə itkisinə uyğun mənə cihaz taxılmalıdır yoxsa yox? Yəni heç olmasa bizə inamınız yoxdursa, ya inam qalmayıbsa ki, deyir sizə ki, əşi istəmirəm. Ən azından yəni soruşanda elə şeylər soruşun. Salam dəyərli izləyicilər, bir daha nəhayət gəlib çatdıq Göyçay referans tibb mərkəzinə. İndi keçək içəri, görək pasiyentlərdən kim gəlib, nələr eləyəcək, hansı prosedurlar eləyəcək, hamısını gözdən görəcək. Bugün də Göyçayın bir günü.
Bax belə əziz dostlar, bu gün də Göyçay turumuzu tamamlanmış olduq. Göyçay referans tibb mərkəzində müayinələrimizi bitirdik. Eşitmə cihazları tətbiqlərimiz oldu. Zaten videolarda da gördünüz. Videoların davamının gəlməsi üçün, növbəti videonu Gəncə şəhərində çəkməyimiz üçün, Gəncə referans tibb mərkəzində olmağımız üçün, Türkiyəyə getməyimiz üçün, əgər sizin üçün maraqlıdırsa, oradakı prosesləri də çəkməyimiz sizin üçün maraqlıdırsa, video like eləyib kanala abunə olmağı unutmayın. Sizləri çox sevirəm. Sağ olun. Gələn görüşlərə qədər. Sağ olun.